görürük ki əslində bu mərkəzi gedən gövdə zəif qalır. Bunu biz birinci götürürük. Bu bizə lazım. Kalsium üzük götürürük. Bu ikisinin üstünə işləyəcəyik. Bizə bu budaq, buna konkret olan budağın inkişafı çox da maraqlı deyil. Nəyə görə? Çünki çox qalır. Və biz burada bir və ya iki tumurcuq buraxmaqla bunu kəsirik. Biz bunu nəyə görə buraxdıq? Çünki buradan yeni zoğalar. Anlada bildinmi? Biz bunu dibindən də kəsə bilərdik. Lakin biz bunu dibindən kəsmədik. Buna görə ki, biz burada yeni bir budaq alacağıq. Qaldı gövdə. Gövdənin üstünə işləyir. Gövdədə bizə maraqlıdır. Yeni bir budaq almaq üçün 1, 2, 3 dənə tumurcuq. Buradan kəsdik. Bu da ola bilər, bu da ola bilər, bu da. Biz bunu gələcəkdə baxırıq. Bunları isə biz zərflədik. Burada. İşte bura. Bu yatmış tumurcuqdur. Bunun üstündən kəsdik biz. Buradan zoğalıyıq. Burada da eynən. Bunun budanmış forması burada. Və bir də biz 10 gündən, 15 gündən burada bu yarpağın altında müşahidə aparmalıyıq. Göstər bu yarpağı altında. Görsən tərtəmizdir. Burada yumurta qoyacaq. Həşəratlar yumurta qoyacaq. Çünki oradan tutulur çıxıb bunu yeməlidir. Həmin yumurta qoyan vaxtı, həmin dərmanı vurub bu tərtəmizdir. Və bu ağacın gələcək inkişafı üçün biz stimul yaratdıq. Bu buradan inkişaf edəcək və bu gözəl bir ağac olacaq. Bir də bu sortun, İtalyan sortun üstünlüyü o biri sortlardan. Bunlar yana getmir. Bu budaq düz gedir. Ona görə yan-yana, yaxına əkilə bilir. Həm də töhrə vermə qabiliyyəti.